Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram və blok imtahanının ərəfəsindəyik. Hər birinizə uğurlar arzu edirik. Yeni bir sınağın izahatını sizə paylaşıram. Suallarımıza başlayaq. Mauriya sülaləsi nümayəndəsi Aşoka və Göytük hökmdarı Tapıl xan üçün ortaq cəhət. Dövlətin parçalanması. Xeyr, Mauriya birləşdirmişdi əslində Aşoka. Çin ilə mübarizənin aparılması da yanlışdır. Buddizmin himayə edilməsi. Doğru cavabımız elə C variantı, yəni Buddizmi himayə ediblər hər iki hökmdar. Bir sıra sahələrdə islahatların keçirilməsi yeni dövlətin əsasına qoyulması da uyğun deyil. 32-ci sualda 1840-cı il 10 aprel qanuna əsasən mülki işlərə və hərbi məhkəmələrə baxılması qaydası ləğv olundu. Vahid kənd idarəsi yaradıldı. Kəndlərin feodal asılı münasibətləri ləğv olundu. Vahid kənd idarəsi 1865-də kəndlərin feodal asılı münasibətləri ləğv olundu. 1870-ci il islahatı İrəvan və Yelizavetpol quberniyası yaradıldı. 49-68 uyğun deyil. Qərbi Avropalı malların 3-cü ölkəyə aparılması qadağan edildi. 1831-ci il islahatına əsasən idi. Deməli, doğru cavabımız elə A variantında verilib. 33-cü sualda 1-ci Ramzes, Metexan və Periklə aid olan xüsusiyyətləri müəyyən edək. Deməli, uyğunlaşdıraq bunları. Yoxsulları vəzifə tutmaq hüququnu verməsi B. Periklə aiddir. Deməli, Suriyanın şimalını itirmişdir. Ramzes Suriyanın şimalını itirmişdir. Ramzes A 3-ə gedəcək. Deməli, Mitani və Babil qüvvələrini məğlubiyyətə uğratmışdır. Bunlardan 3-cü Tutmosa aiddir. Monqol və Tibet tayfalarını məğlubiyyətə uğratmışdır. Meteh Xaqan. C deməli 2-yə gedəcək. B deməli 2-də B, C bir dəqiqə yanlış getdi. Yenidən işləyək bunu. Deməli 1, 2, 3 yazaq, yenidən uyğunlaşdıraq. Deməli Suriyanın şimalı itirmişdir. Ramzesə aiddir. A 1-ə gedəcək. Yoxsullar vəzifə tutma hüququnun verilməsi Periklə aiddir. B 3-ə gedər. Monqol və Tibet tayfalarını məğlub edən Meteh Xaqan olub. Mitani və Babil qüvvələrini məğlub etmiş 3-cü Tutmosa aiddir. Yeni şahlıq dövrünün sonuncu qüdrətli hökmdarı isə Ramzesə aiddir. Y bəndi 1-ə gedəcək. Deməli, 1-də A, Y, 2-də C, 3-də B, doğru cavabımız D variantında göstərilib. 34-cü sualda Neolit dövründən insanlar arasında müxtəlif sənət meydana gəlməsinin zəmini yaratmışdı. Təsərrüfatın inkişafı, əhalinin böyük bir hissəsinin ortaq həyata keçməsi, əsas məşğuliyyətin dolusuduq olması, insanların müxtəlif sənət yaranması, metallurgiyanın yaranması, ictimai əməl bölgüsünün yaranması. Burada baxın, əhalinin böyük bir hissəsinin ortaq həyata keçməsi ilə bağlı idi. İnsanların müxtəlif sənət sahələrinin yaranması B uyğun cavabdır. 34-cü sualda və 35-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. 7-ci əsrin 40-cı illəri və 8-ci əsrin 30-cu illəri. Deməli, 1 ilə 2-ni uyğunlaşdırırıq. Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi 750-ci il, bunların heç birinə aid deyil. Cəmidən döyüşünün baş verməsi 643-cü il olduğuna görə, deməli, B 1-ə gedəcək. Sonra Albaniya Xəzərlər arasında müqavilənin imzalanması, Xəzərlərin Əməviləri məğlub etməsi Hilat döyüşündə D bəndi gedəcək, deməli 2-yə. Mehranilər sülaləsinin son qoyulması 805-ci il aid olduğuna görə uyğun olmaz. Deməli 1-də B, 2-də D, doğru cavabımız Y variantında göstərilib. 36-cı sualda qədim Şümerlərə aid deyil, tanrıların şərəfinə zikruatlar ucaldılırdı. Samilər orduda xidmətə cəlb olundu. Hökmdar ordunun baş komandanı baş kahin vəzifəsini yerinə yetirirdi. Altay dağlarından Mesopotamiya köç etmiş qədim türk tayfalarının Mərkəzi Asiyada şəhər dövlətləri yaradılmışdı. Mərkəzi Asiyada şəhər dövləti yaranması yanlışdır. Deməli, burada Y uyğun deyil. 37-ci sualda qeyd edirik ki, Kürşad üsyanının baş verməsi, Axun imperatorluğunun yaranması və 1-ci Göytürk dövlətinin parçalanması. Kürşad üsyanı olub 639-cu ildə. Axun imperiyasının yaranması 4-cü əsrin sonu. Göytürk dövlətinin parçalanması 558 olduğuna görə
Uyğun variantımız olacaq burada. Deməli, burada olmalıdır. 2, 3, 1. 2, 3, 1 uyğun cavab olar. 2, 3, 1 də C variantında göstərilib. Növbəti 38-ci sualda daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Sosial və əmək müharibəsinin daha da dərinləşməsi bu Tunc dövrünə aiddir. Qarabağda, Xocalı, Oğuzda kərimli kurqanların yaranması da Tunc dövrünə aiddir. Şuurun inkişafı nəticəsində səsli intiqin yaranması 3 var, 3 paleolit dövründə. Təbiət qüvvələrinin inamla bağlı olan dini təsəvvürlərin yaranması da var, 3 ilə 4. Tayfa başçılarının hakimiyyətin güclənməsi da yanlışdır. Tayfalar, tayfa başçıları erkən Tuncdan başlayır, daş dövrünə aid deyil, Tunc dövrünə aid. Toxuculuğun meydana gəlməsi bəli olar. Deməli 3, 4, 6 uyğun cavabımız B variantında göstərilib. 39-cu sualda Şimali Azərbaycanda komendant idarə üsuluna aiddir. Bakı quberniyasının komendant idarə usulu dövrünə aiddir. Bakı quberniyasının yaradılması 1859, komendant idarə usuluna düşmür. 1941-ci ildə ləğv olmuşdur. Alban katolikosluğun ləğv edilməsi 1936-da düşür. Deməli, komendant idarə usulu aiddir deyir. Alban katolikosluğun ləğv edilməsi 1836-cı ildə aid olduğuna görə B uyğun cavabdır. Dövlət kəndlərinin bir yerdən başqa yerə köç etməsinin qadağan edilməsi 1853 düşür. Deməli, ondan sonra komendant terrorusundan sonra da Xəzər vilayəti mövcud olması, komendant terroru süqutundan sonra Silki məhkəmələrinin ləğv edilməsi isə deməli 1866-cı il. Deməli, Silki məhkəmələrinin ləğv edilməsi isə 1866-cı ilə aid olduğuna görə götürmürük. Deməli, B uyğun cavabdır 39-cu sualda. Və növbəti 40-cı suala, deməli 40-cı suala baxaq. Deməli, burada deyir ki, erkən orta əsrlərin türk dövlətlərinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Bizans ilə Konstansa müqaviləsi imzalanması, bu deməli, Qərbi Hundur, erkən orta əsrlərə aiddir. Qaraxanlı dövlətinin süqut etməsi 1212-ci ildə aid olduğuna görə erkən orta əsrlər dövrünə düşmür, uyğundur. Saqqallar və Səmərqand şəhərlərinin paytaxt olması, Axun və Xəzər xaqanlığı var idi. Hindistana hücumlar edilib. Çinin əsl vəziyyətə çalması, Göytürklər məsələn aid etmək olar. Hindistana hücumlar edib Axunlar. Bunlar olub. Demək B uyğun deyil. 41-ci sualda Asuriyanın Mannada vilayət hakimlərinin şarrani adlanmasının səbəbi onların xalq tərəfindən seçildiyinə görə yanlışdır. Yalnız dini hakimiyyətə malik olduğuna görə yanlışdır. Tayfa başçılarını fərqləndirmək üçün, bəli, tayfa başçılarını fərqləndirmək üçün edilən işdə C uyğun cavabdır. Deməli, 42-ci sualda aşağıdakı cədvəldən aydın xronoloji ardıcılıq yerinə yetirsək, düzgün xronoloji ardıcılıq alınar. Azərbaycanda Alman koloniyalarının salınması 1817 və yaxud 17-18 götürək. Xanabad manufakturası 1827. Sonra Azərbaycan ilk rus məskənin yaranması 1830. Qafqaz canişinin yaranması 1844. Qubada Hacı Məmmədin başlıqlı üsyan 1837-ci ili olduğunu nəzərə alsaq, burada aydınca artıq görə bilərik ki, burada təbii ki 3 ilə, deməli, daha doğrusu 3 ilə yox, deməli, daha doğrusu 4 ilə 5-in yerini dəyişsək, qalanlar ardıcılı gedir. 4 ilə 5-in yerini dəyişsək, düzgün xronoloji ardıcılıq alınar. Deməli, burada da aydınca görə bilirik. 4 ilə 5-in yerini dəyişiklikdə düzgün xronoloji ardıcılıq alınır. Burada da Y uyğun cavabdır. 43-cü sualda 4 və eradan əvvəl 4 birinci əsrə aid Maurya sülaləsinin hakimiyyətdə olması olub. Məsələn, 4-cü əsrdən başlayaraq. Pun müharibələri də düşür 264-146, düşür 4-1. Ptolemeylər sülaləsi 323-dən 30-cu ilə qədər bu da düşür 4-cü əsrə və yaxud 1-ci əsrə aralığına düşür. Misirdə bir dəqiqə, burada deyir ki, 4 1-ci əsrə aid olanı istəyir, daha doğrusu 4. Eradan əvvəl 4 1-ci əsrə aid olan xüsusiyyət edin. Çində vuruşan padşahlar dövrünün olması. Yenidən təzədən baxırıq. Eradan əvvəl 4 və 1-ci əsrə aiddir. Pun müharibələrin baş verməsi, Misirdə yeni Çində vuruşan padşahlar dövrünün olması.
Mauriya sülaləsinin hakimiyyətdə olması 4-1-ci əsrə aiddir. Sual: bu müharibələrin baş verməsi. Deməli, burada bu aralıqda eradan əvvəl 4-ə aiddir ya da 1-ə aiddir demək istəyir. Yəqin ki, bu cür olar. Əgər belə sual verilirsə, bu aralıqda desə hamısı düşür. Amma 4-cü əsrə aid Mauriya sülaləsinin hakimiyyəti olması ilə A variantını götürə bilərik əslində. Bu müharibəsi 3-cü əsrə 264-146. Ptolemeylər sülaləsinin Misiri idarə etməsi 323. Bu da düşür də. Yəni bu sualda tam anlaya bilmirik. Tam uyğunluğu. Ona görə bu sualda nədənsə səhvlik var deyə 44-cü suala keçirik. Azərbaycan Sasani hökmranlıq dövrünə aid deyil. Deməli, Sasanilər dövləti yaranıb 226-dan 651-ci il aralığına düşür. Vahid xalqın yaranma prosesinin sürətlənməsi olub. Çünki Atropateni Albaniyanı birləşdirib. İrsi torpaq mülkiyyəti dastakert mövcuddur. Ateşpərəstliyin təbliğ edilməsi Zərdüştülük var idi. Xaraq və Gezid vergisi olub. Rabatlar isə Ərəb xilafəti dövrünə aid olduğuna görə Y uyğun cavabdır. 44 və növbəti 45-ci suala baxırıq. Burada qeyd edilir ki, Romada Respublika dövrünə aid olan faktları müəyyən edin. Respublika dövrü deməli eradan əvvəl 509-dan deməli 509 təxminən 27 bizim eranın 27-ci il aralığına götürürük. Vandalların hücumu 455 olduğuna görə düşmür. Kolonların salınması, kolonların salınması, kolonlar bəli 1-ci əsrə aid. Bunu götürmək olar. Makedoniyanın işğal edilməsi də düşür. Deməli düşür. Aqrar islahat keçirilib. Albaniya dövlətinin asılı vəziyyətə salınması. Albaniyanın eradan əvvəl 36 olduğuna görə bu da düşür də. Aid olan Romada Respublika dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Makedoniyanın işğal edilməsi, kolonların salınması, aqrar islahatın keçirilməsi. Burada kolonların salınması, kolonların yaranması daha düz deyir. Respublika dövrü. Kolonların yaranması imperiya dövrünə düşür. Bu olmaz. Deməli, Respublika dövrünə 3 ilə 4, 5 uyğun gəlir. Bu da C uyğun cavabdır. 46-cı sualda uyğunluğu müəyyən edin. Arya-Barzan, Arya-Vasda aid olan xüsusiyyətləri müəyyən edin. Burada 1 ilə 2 yazıb, deməli uyğunlaşdıraq. Roma ilə diplomatik əlaqələr yaradan Arya-Barzan olub. Eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olub. Sonuncu eradan əvvəl 220 deməli bunlardan eradan əvvəl 1-ci əsrdə demək ki Arya-Barzandır. 220 sonuncu Arya-Vasda. Deməli AB gedəcək 1-ə, AB getdi 1-ə. Atropatenlər sülaləsinin sonuncu nümayəndəsi deməli Arya-Vasda. Eramızın əvvəlində hakimiyyətdə olması D bəndi də gedəcək, deməli D bəndi də gedəcək 2-yə. Deməli AB və CD. Kara döyüşünə Parfiyalılar müttəfiq olması bunların heç birinə aid götürmək olmaz. Deməli Y uyğun cavab olar. 47-ci sualda 2-ci əsrdə Göytürk dövlətinin mövcudluğu dövrünə aiddir. Pinçen müqaviləsinin imzalanması. Pinçen müqaviləsinin deməli Göytürk dövləti mövcudluğu dövrünə aiddir. Göytürk dövləti. İkinci Göytürk 600 deməli 82 və 744-cü ilə aiddir. Pinçen 200-dədir. A eradan əvvəl 200 olduğuna görə düşmür. Albaniyanın Bizansla diplomatik əlaqələr yaranması 654 olduğuna görə düşmür. Arilərin Hindistana hücum edilməsi 2-ci milliyə olduğuna görə düşmür. Xəzər xaqanlıq süqut etməsi 965 olduğuna görə uyğun deyil. Burada Y uyğun cavabda ərəblərin Azərbaycan əhalinin malqaranın siyahıya alınması olub. 725-də deyək ki, Əməvilərin dövrünə aid etmək olar. 48-ci sualda erkən Tunc dövrünə aid olan ibadət evləri. İbadət evləri Naxçıvanda 1-ci Kültəpədir. Qazaxda Sərkərtəpə, Qazaxda Baba Dərviş, bir də deməli 4 ilə 5 uyğun oldu. Bir də Sərkərtəpə Xaçmazdadır, o verilməyib. Deməli 4 ilə 5 Y variantında göstərilib 48-də. Və 49-cu suala baxaq. 49-da qeyd edilir ki, Albaniya hökmdarı Roma ilə əlaqələr güclənməsinin səbəbi alanlarının qara çürükləri yanlışdır. Cənubdan gələn Parfiya təhlükəsi, bəli, Parfiya təhlükəsinə qarşı idi.
50-ci sualda Kutilərin hakimiyyət dövründə Mesopotamiyada canişinlik idarə sistemi ləğv edildi. Xeyr, Şumer Akkad canişinlik ləğv olunur. Şəhərlər arası toqquşmaya son qoyulmuşdu. 2 var. Xarici hücumların arası kəsilmişdi. 2 var idi. 3 var. Elə 2 ilə 3B uyğun cavabdır. İlk dəfə vahid halda bunları birləşdirməyib. Bu Sargon birləşdirib. Bir daha yerli məmurlar Kutilərlə əvəz olmuşdu. Yanlışdır. Əslində Şumer Akkad canişinləri idarə edir. 2 ilə 3 uyğundur. 51-ci sualda Karfagen və Yunanistan dövlətlərinə aid olan ortaq cəhət Karfagen Yunanistan Roma dövlətinin işğalına məruz qalmışdır. Elə A variantı uyğundur. Karfagen 264-146, Yunanistan deməli 146-cı ildə Roma işğalından məruz qalıb. Heroqlif yazıdan istifadə olmayıb. Dorilərin hücumuna Yunanistan məruz qalıb. Heyətlərlə müqavilə imzalayan bunlardan heç biri deyil. Əhəmənilər tərəfindən asılığa salınması da aid götürmə olmaz. Elə A uyğundur. 52-ci sualda daha sonra baş vermiş Cavanşirin ərəb xəlifəsi ilə görüşməsi deməli 667 götürək bunu. Ərəblərin Qəzvin şəhərini tutması 639. Mehranilər sülaləsinin son qoyması 705. Hilat şəhəri yaxınlığında Xəzərlərin məğlub olması təxminən 737. Cərmidan döyüşünün ərəblərin qalib gəlməsi 643 olduğuna görə burada soruşur ki, daha sonra baş vermişdi. Daha sonra baş verdiyini burada aydın şəkildə görə bilərik ki, burada D daha sonra baş verən variantdır. Yəni D bunlardan burada da uyğun cavabımız D uyğundur. D uyğun cavab olur. Növbəti suala baxırıq. Deməli deyir ki, Albaniyada Aguyen kilsə məclisi keçirən əsrdə baş vermir. Aguyen kilsə olub 488-də, yəni bizim eranın 5-ci əsrinə aiddir. Əsrdə baş verməmişdir. İkinci Vaçenin İrana qarşı mübarizə aparması 457-63 düşür. İlk xristiyan icmaların yaranması 1-ci əsrə aiddir. 2-yə aid götürmək olar. Məzdəkilər hərəkatı 481 başlaması 500 deməli o düşür. 3-də var. Oti və Kolt vilayətinin itirilməsi Dizrav döyüşündəndir. Bu da əsər düşmüş ki, 4 uyğun cavab oldu 53-də. Və növbəti 54-cü suala baxırıq. 54-də deyir ki, uyğunluq gözlənilmişdir. Fidi tragediya müəllifi deyil, Esxil olub tragediya müəllifi. Deməli Esxil 4 rəqəmi. Bir də deməli strateq Fidi. Fidi də heykəltəraş olub. Deməli burada 1 ilə 4 uyğun gəldi. 1 ilə 4 uyğun gəldi. 55-ci sualda Yunan-İran müharibəsinin nəticələrinə aiddir. Yunanlar müstəqilliğini qoruyub saxlaya bildi. Deməli 1 var. Əhəmənilər Kiçik Asiyanı işğal etdi. Yanlışdır. İran hərbi donanması iki dənizə üzmə qadağan olundu. 3 də var. Yunan şəhər dövlətinin istiqlaliyyətini itirdi. Xeyr, bu yanlışdır. Yunan Aralıq dənizə özünün hakim dövlətə çevrildi. Bəli, Yunan-İran müharibəsinin nəticələrinə aiddir. Aralıq dənizə hakim dövlətə çevrildi. 1, 3, 5 uyğun olar. 56-cı sualda iqta torpaqlarına aid olan xüsusiyyətləri müəyyən edin. Şərtli torpağı idi. 1 var. Dini idarələrə məxsus vəqf idi. Hərbi qulluğa görə verilirdi. 3 var. İcarə verilirdi. Lakin onu satmağa başlamaq olmaz. Bu da vəqf torpaqlarına aiddir. 1 ilə 4, 3 uyğun gəldi. Deməli 57-ci sualda 1 ilə 2-nə aid olan xüsusiyyətləri seçirik burada. Alim Səlman Silkinə həm mülk və həm də tiyul torpaqlarının üzərində tam missiyyət hüququnu verilməsi A bəndi 1-ə gedəcək. Kəndli öz pay torpağını satın alıb şəxsi mülkiyyəti keçmə hüququ 1870-ci ilə aiddir. Qanuna əsasında Bakı quberniyasında yaşayan Alim Səlman Silkin torpaqları onların irsi mülkiyyəti elan olundu. Bakı quberniyası 1859-cu ildə yaradıldığına görə bu dövrə düşmür. Kəndi qruplarının ləğv edilərək ümumi adlanan mülkədar tabelisi adlandırıldı. Bu reskriptə əsasən idi 1946-cı il. Şamaxı quberniyasının sahib keçənlərin aid edilirdi. Bu da 1847-ci il əsasnaməsində də verilib. Deməli, Y bəndi gedəcək 2-yə, 1-də AD, 2-də Y uyğun cavab olur. 57-ci sualda və 58-ci sualda situasiya deyir ki, Mağdallar ölkədə müsibətə yaxın. Manna hökmdarı mənim inandığım ki, Asur canişinləri kimi qoşulun təmin üçün anbarları hazırladı. Böyük oğluna hədiyyələr və mehriban sözlər mənə tapşırdı. Mən onlara mərhəmət göstərdim, onların dualarını qəbul etdim. Asurun və Mardukun mənə bəxş etdiyi qüdrətə görə bütün dünyanı arasında mənim silahımın yüksəldiyinə görə Urartu hökmdarı məğlub etməyi,
Olan şəhərlərini bərpa etmək, Manlar ölkəsinə məzlum əhalisini dincilik yaratmaq söz verdim. Onların ürəkli, ümidlə oldu. Fəxri süfrə açdım. Taxtını onun atası onu yaradan İranzunun taxtından hündürlüyə yüksəldi. Masuriya ilə birlikdə masa arxasına oturdum. Onlar mənim səltənəti Asurun və öz ilahlarının qarşısında xeyir-dua verdilər. Mənbədə bəhs edilən hadisənin ilini müəyyən edin. Təbii ki, bu 2-ci Sarqonla bağlıdırsa, atasından da yüksək taxta oturdu. Təbii ki, bu Ulusunun dövrünə aiddir. Bunu götürüb eradan əvvəl 716 götürmək olar. Mənbədə 2-ci Sarqonla Manna hökmdarı arasında imzalanan müqavilə Sirdaqqa müqaviləsidir. Burada yazaq Sirdaqqa. Mənbədə bəhs edilən yürüşün 2 əsas nəticəsini müəyyən edin. Nəticəsi oldu ki, Asuriyanın aparılan müharibənin nəticəsində Asuriya məğlub oldu, 1-ci Rusiya özünü öldürdü və bir də Mannanın daxili işlərini qarışa bilmədi. Əziz izləyicilər, videonu bəyənməyi və kanala abunə olmaq unutmayın. Təşəkkürümüzü bildiririk.